İmkanı olmayanlar gediş haqqı ödəməsin. Bu sözlər Sumqayıtda 7A saylı marşrut xətti üzrə hərəkət edən avtobuslardan birinin üzərinə yazılıb. Şəhər sakini 35 yaşlı Elçin Məmmədov xeyirxah addım ataraq özünün idarə etdiyi avtobusa bu cür elan yerləşdirib. Çoxdan da marşrutda işləyirəm. Birdən belə bir ideya beynimə gəldi. Bunu da həyata keçirmişəm. Cəmaət da yararlanır. Səhər-səhər tezləndən bəri bir 6-7 nəfər yararlanıb belə şeydən. İmkanı olmayanlar düşür gedir. Olanlar da ki verir pulun. Gün ərzində onlarla imkansız şəxsə xidmət göstərdiyini deyən Elçin Məmmədovun bu addımını birmənalı qarşılamayanlar da var. Çox adam sual verir ki, buna planı necə verirsiniz? Marşrut şoförləri, bu sürücüsüsən, yəni kasıb adamsan, buna necə? Amma elə bir ki, onun ruzusunu Allah yetirir də, yaxşı olur. Elə bir ki, verirəm planı. Az fərq eləsə də o qədər mənə önəm daşımır, yaxşıdır. Min şükür. Xeyirxah sürücü əvvəllər yalnız bayram günlərində imkansız sərnişinləri pulsuzlaşırdısa, indi bunu hər gün edir. Göz cəhəti də var ki, imkanı olmayan üçün yaxşıdır, onu yaxşı qiymətləndiririk. O da var ki, şoförə birdən ziyan olar da, planı yığa bilməz. Mənim imkanım varsa, məsələn, verməyim, düşüm. O düzgün deyir axı. Onun bir tərəfində fikirləşmə lazımdır.